Deyəsən siz ilk gedənlərdən olmusunuz sonra. Bəli, dərhal baş verən kimi, dərhal mən deməli, o zaman 1992-ci ildə. 92-ci ildə fevralın 27-sində günü dərhal mən ora yollandım, iki nəfərlə yollandım, sürücüm idi, yəni belə. Və orada cəmaət əlbəttə ki, Ağdamdan çox çətinliklə irəliləyirdik. Maşınımız o vaxt Volga maşını idi, irəliləyirdi. Çünki çıxanlar çox idi, nə edirdi və biz orada xoşbəxtlikdən o Qarabağın Həzəri deyilən Səbirə xanımla rastlaşdıq. O bizi çox yardımcı oldu, həm də ki, çox ağır hisslər keçirdik. Mən Uzundəriyə getdim, Tamerlan Qarayevlə görüşdüm və ancaq məni nə maraqlandırır? Əlbəttə ki, çox belə əzab çəkdik orada. Əvvəla biz gedəndə artıq biz orada olduğumuz müddətdə, o bir gün müddətində, sonra o meyitlər ki gəlirdi, biz onların məscidə hətta samasvat deyirlər, o maşından boşaldılma, artıq bərkimişdi meyitlər. Onu, məsələn, mən də öz əllərimlə onu daşımışam, onun şahid olmuşam. Çox ağırlar keçirdik. Məsələn, mən Ruslarla o vaxtı çox pis fikrim vardı, amma sağ şartlı bir uzun Rus vardı. Nə qədər o Ağdam xəstəxanasında o yardım edirdi, o yaralılar zatları xəstələrə yardım edir. O da gözümün qabağındadır. Təsəvvür edin ki, misal, Şəlliyə getmişik. Deməli, Qatır Məmmədin oğlu Can Polad ölüb. Meyidi orada buna başsağlığı veririk. Bu reaksiya verə bilmir, donub qalıb. Tabii beləncəsinə. Sonra orada içmişdi o Rus polkovniki, düz atmırdı, qırardı. Çox məsələlər oldu. Həyatımda üzr istəyirəm, ilk dəfə orada mən siqaret çəkdim, ömrümdə çəkməmişdim. Dözə bilmirdim o səhnələrə. Və qayıtdım, deməli, Ağdama, gəldim oradakı qərargaha və görüm qərargahda heç kim yoxdur. Düz güllə baran olmuşdu qərargah. Amma heç kim yox idi. Götürdüm, prezidentə zəng elədim. Prezident cavab vermədi. O zaman Ayaz Mütəllibov idi. Amma Daxili İşlər Naziri ilə danışa bildim. Əlbəttə, ən ağır sözləri mən dedim, deməyə də məcbur idim. Siz necə yəni deyirsiniz, 2 nəfər insan ölüb burada. Bu insanlar, bu insanın ürəyi tikə-tikə olur, para-para olur. İnanın ki, siz inanırsınız ki, o vaxtı bəlkə də mənim kimi hər birimiz orada ölüm istəyirdi. Gözümüzlə görməyək onu. O şahid olmayaq o məsələləri. Bu nə qəziyyədir, bu nə müsibətdir. Çünki mən Ağdama, ümumiyyətlə, mən Cəbrayıla, Ağdama, digər yerlərə, xüsusən Allah verdiyin yanına tez-tez gedib gəlirdik də. İndi o zamanlar, yəni bizə tanış məkan idi. Amma o desə dəfə telefon atdı, yenə də ona ağır sözlər dedim və mən gəldim, yadımdadır. Xozalı ilə bağlı Milli Məclisdə Ali Sovet idi, onun deputatı idi, Ali Sovetin deputatı kimi çıxış elədim. Təsəvvür edin, hətta Rus qadın oturmuşdu qabaqda. O belə ağladı. Mən o qədər sərt danışmağa oldum, fasilə verdi Milli Məclis. Apara bilmədilər iclası. Ki o səhnə orada gördüklərimi deyəndə, o dəhşəti, vəhşəti deyəndən sonra bunlar, bu nə məsələdir siz belə? Mən deyim ki, Ayaz Mütəllibov əlbəttə hakimiyyətdən getməyin ən əsas səbəblərindən də biri o idi. Yəni ki, mən bir var kadrlarla görürsən, Allah rəhmət etsin, Çingiz Mustafa'nın kadrları, bir də mən gözlərimlə görmüşəm. O insanları, o uşaqları, o qadınları, onları ilahi, onlar nə qədər şəxsi vaxtı deyən, ölsün, heç bir-birdir kimin ölsə oradadır, orada döyür, özlərini öldürür, şəhid eləyən insanlar, analar, bacılar, insanı, kişilərin büzüşüb durmağı, özlərini nə ağırsa, onu bağışlamaq olar. Onu bağışlamaq, erməni budur. Bu bir neçə il bundan əvvəl, deməli, uşaq SESKO-sundan, UNESCO-sundan nümayəndələr gəlmişdi. Onda Bahar xanım mavin idi. O ilə bir yerdə qəbul eləyirdik. O bizə dedi ki, nə fərqi var, erməni uşağıdır, sizin uşaqdır, ölüb, bu eyni faciədir, eyni millət filan. Dedim, siz fərqin bilirsiniz. Sizin gözünüzdə hətta bizə deyirsiniz, fərq yoxdur. Amma siz fərq qoyursunuz. Xristiyan olduqlarına görə ermənilərə üstünlük verirsiniz, biz müsəlman olduğumuza görə yox. Nə fərqi var? Dedim, bax, sən indi bax, bizim pəncərədən şəhidlər xiyabanı görüşür. Orada mənim bir bacım oğlu şəhid olub. Amma ermənilərin xalq yadsıdır, zor, balayan, sevimlisidir ermənilərin. Bəli. Gəlir o deyir ki, mən nətər uşağı divara mismarla vurdum, nətər anası ürəyini necə çıxartdım, nə də yedim, nə zülümlə. Amma o uşağı, Türk uşağı deyib, Azərbaycanın uşağına o cür zülüm edib. Amma mən
bacım oğlunu öldürən uşaq erməni uşağı olsa onu eləyə bilmərəm. Bu mənim millətimin böyüklüyüdür. Bu mənim millət. Bax fərq bundadır dedim. Gedin bilin. Bax bəsdirin bizə nifrət elədiniz. Bəsdir ermənilərin haqdan müdafiə elədiniz. Təəssüf ki bu gün də onları müdafiə edirlər. Və dövlət başçımız dəfələrlə deyir ki bunlara xeyri yoxdur. Hələ üstümüzə çox gələcəklər bunlar. Bunların bir dənə məscidinə mərmi dəyəndə dünyanı qaltır aləm. Bizim yüzlərlə bizim 60 məscidimiz dağılıb. Heç bunları vecinə deyil. 100 minlərlə insanlarımız didərgin düşdü, köçkün düşdü. Bunlar ona görə Xocalı çox böyük faciədir. Mən indi düzdür 15 dövlət tanıyıb bunu soyqırım kimi tanıyıb. Amma bu lazımdır ki tanınsın, Dünya yenə tanınsın. tanımalıdır. Dünya Biz indi bunu onu qəbul eləmişik. etməlidir. Dəfələrlə demişəm. Bizim məhkəmələrimiz mühakimə eləməlidir Xocalı soyqırımına görə. Çünki beynəlxalq məhkəmələr eləməyəcəklər. Tərəfkeşlik saxlayırlar. Bu bir. Beynəlxalq Cinayət Məcəlləsi 2002-ci ildən əvvəl deməli işlərə baxmağa imkan vermir. Ona görə bu Xocalıya da baxmayacaqlar. Xüsusi tribunal da yaradan deyirlər. Biz bunu bilməliyik. Ona görə öz məhkəmələrimizi məhkum eləməliyik. Bizim qanunlar buna imkan verir. Xocalı qatilləri, soyqırımı törədənləri beynəlxalq hüquqa, milli qanuna əsasən biz mühakimə eləməliyik və qərarın icrası üzrə də beynəlxalq axtarışlar verməliyik, tədbirlər görməliyik. Tahir